Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda 5 iyul 2026-cı il tarixində ikinci qruplar üçün keçirilmiş şans imtahanının riyaziyyat suallarını izah edəcəm. Baxaq suallara. Birinci sual belədir. Birinci sualda deyir 1 faktorial üstəgəl 2 faktorial üstəgəlsin 3 faktorial üstəgəlsin və s. 10 faktorial ədədinin deyir 6-ya bölünməsindən alınan qalığı tapın. Diqqət eləsək görərik ki, 3 faktorialdan 10 faktoriala qədərin içərisində 6 vurğu var. Çünki 3 faktorial 6 eləyir, 4 faktorial 6 vurulsun 24 eləyir də 3-ə qədər 6 eləyəcək 24. Demək hər birinin içərisində 6 olacaq bu ədədlərin. Ona görə də bu hissədə, bu çərçivəyə aldığım hissə 6-ya qalıqsız bölünəcək. Ona görə bunu rahatlıqla çıxarıb yerdə qalanı araşdıra bilərik. 1 faktorial 1 eləyəcək, 2 faktorial da 2 eləyəcək. Demək qalıq 3, yəni C variantı olacaq. İkinci suala baxırıq. İkinci sualda demək 2x-7 sağ tərəfdəki sol tərəfə keçsək işarə dəyişəcək. Yəni mənfi 16 olacaq, müsbət 16 bölünsün 2x plus 1 2 bərabər 0 bərabərsini həll eləyək. Orta məxrəc gətirsək, orta məxrəc bunlara 2x plus 1-dir. 2x-a vuranda 4x kvadratı plus 2x minus 7-yə vuranda 14x minus 7 plus 16 2 bərabərdir 0. Məxrəc olduğu kimi qalacaq 2x plus 1. Surətdə 4x kvadratı minus 12x plus 11. Mənfi, daha doğrusu 9 plus 9. 2 bərabər 0. Bu da surətdəki 2x minus 3-ün kvadratı, məxrəcdəki də 2x plus 1 2 bərabərdə 0 alınır. Rasional bərabərsizlər bildiyimiz kimi interval üsulu ilə həll olunur. Yəni bunun sərhəd nöqtələri mənfi 2-də 1 ilə bir də müsbət 2-də 3-dür. 2-də 3 daxil olacaq, çünki bərabərlik var, məxrəc yox, sürət daxil olacaq. Bir də burada cüt dərəcəli qüvvət olduğuna görə 2-də 3-ün sağındakı işarə ilə sondakı işarə eyni olacaq. Müsbət, müsbət, mənfi. Bizə kiçik və bərabərlər lazımdır. Ona görə cavabımız mənfi sonsuzdan mənfi 2-də 1 birləşir 2-də 3 olacaq cavab. Mənfi sonsuzdan mənfi 2-də 1 2-də 3 B variantı. Üçüncü sual, ədədlərinin hasilini tapın. Ayda qaydada hasilini tapacaq. Z1 vurulsun Z2 bərabərdir. 1-2-nin 2 üstəgəl 3-i çıxılsın 10-i çıxılsın 15-inin kvadratı. İ kvadratı mənfi 1-dir. Yerinə yazsaq bu eləyəcək 15. 15 üstəgəl 2 17 çıxılsın 7-i. 17 çıx 7 D variantı olacaq. Dördüncü sualda loqaritma 2x minus 1 əsasdan 8 bərabərdir. Bu loqaritma 5 əsasdan 2 ilə loqaritma 5 əsasdan 3-ü bunu 1 əsasa gətirsək, loqaritma 3 əsasdan 2 yaza bilərik. Çünki loqaritmada 1 əsasdan digər əsasa gələndə loqaritma məsələn A əsasdan B-ni C-dən B bölünsün loqaritma C-dən A kimi yazmaq olur. Yəni 5-dən 2, 5-dən 3-ü də bu 3-dən 2 yaza bilərik. Buradan 8-i 2-nin kubu yazıb 3-ü qarşıya gətirsək, 3-ü qarşıya gətirsək, demək olar 3 loqaritma 2x minus 1 əsasdan 2 bərabərdir loqaritma 3 əsasdan 2. Bu 3-ü buradan itirək. 3-ü itirsək, 3 bura 3-də 1 kimi gələcək bunun qüvvətinə. Olacaq loqaritma 3-cü dərəcədən kök altında 2x minus 1-dən 2 bərabərdir loqaritma 3 əsasdan 2. Üstlər eyni olduğuna görə əsaslar da burada eyni olmalıdır. 3-cü dərəcədən 2x minus 1 bərabərdir 3-ə. Onda 2x minus 1 olacaq 3-ün kubu 27. 2x bərabərdir 28, x olacaq 14. Demək C variantı. 5-ci suala baxırıq. Perimetri 12 olan rombun diagonallarının kvadratlar cəmi tapın. Perimetri 12 olan rombdursa, onda tərəf 3-ə bərabərdir. Çünki rombun perimetri 4-adır. Diagonallarının kvadratlar cəmi D1-in kvadratı üstəgəl dəyişin. Rombda düstur var. Diagonalların kvadratlar cəmi bərabər 4A-nın kvadratına. Yəni 4 vurulsun 9 o da 36, yəni C variantı eləyəcək. Sonra növbəti 6-cı suala baxaq. 6-cı sualda bizə deyir A, B və C və D nöqtələri yazıldığı ardıcılıqla düz xətt üzərində qeyd olunmuşdur. A, B, C, D nöqtələri yazıldığı ardıcılıqla düz xəttin üzərində qeyd olunmuşdur.
AD 81'dir. CD 36'dır. AB 39'dur. BS parçasının bu sadə bir şeydir. 39, 36 bu bizə 75 verəcək. 85 olması üçün 6 olacaq. Yəni Y variantı. 7-yə baxırıq. 7-ci sualda radiusu 4 cm olan kürənin daxilinə bərabər tərəfli silindr çəkilmişdir. Demək, kürənin daxilinə bərabər tərəfli silindr çəkilib. Bərabər tərəfli silindr çəkilib. Bərabər tərəfli silindr hündürlük 2 dənə radiusa bərabər olan silindrə deyilir. Radius 4-dürsə, burada ox kəsiyin diaqonalı diametri olur. Bura onda 8 olacaq. Burada 2 yerdir, yəni bura 2 yerdir. Burada 2 yerdir. 4R kvadratı üstə gəl 4R kvadratı 8R kvadratı bərabərdir 64. R kvadratı 8R olacaq. 2 köşdə 2. Bu silindrin radiusudur. Bizə deyir kürənin səthinin sahəsi silindrin tam səthinin sahəsindən nə qədər böyükdür? Kürənin səthinin sahəsi 4πr kvadratı. Silindrin səthinin sahəsi burada olacaq, oturacaq, 2-dən oturacaq, 2 vurulsun πr kvadratı. Üstə gəlsin. Bir də 2-ni qaytaraq, buradan vurulmayaq, mötərizə almayaq. 2 dənə oturacaq, bir də yan səthdən ibarətdir. 2πrh. 2πrh da-ki 2r olacaq. Bərabərdir. Bizdən bunu istəyir. Bu da bizə verəcək 4πr kvadratı. R elə 4πr kvadratı buradakı r kürənin öz r-idir. Yəni biz bunu qarışdırmayaq. Dəqiqə. Buna r ştrix yazıram. R ştrix. Bu 2πr kvadratı üstə gəl 4πr kvadratı 6πr kvadratı edir. Yəni bu r ştrixdir. Burada r'lər məlumdur artıq. R ştrix bu 4 idi, kürənin öz radiusu. Onda 4π vurulsun 16. R isə 2 köşdə 2 idi. 2 köşdə 2'nin kvadratı bizə 8 verəcək. 8 altın 48π. Demək 64π çıxılsın 48π. Bu da bizə 16π, yəni Y variantını verəcək. Növbəti 8-ci suala baxırıq. 8-ci sualda A1-3, A7-9 olarsa A-in nömrəsini tapın. A-nin düsturunu yazacaq. A-in bərabərdir A1 plus D vurulsun n çıx 1 düsturundan istifadə edək. -27 bərabərdir. A1 3'dür. Bir dənə D-ni tapaq. D-ni tapmaq üçün A7 çıxılsın A1 bölünsün 7 çıxılsın 1. Düsturundan istifadə edək. -12 bölü 6 -2. D-ni yeni -2 yazacaq. Vurulsun n çıxılsın 1. Buradan -30 bərabərdir -2 vurulsun n çıxılsın 1. Buradan n çıxılsın 1 15 eləyir. N olur 16. Demək 16 D variantı olur. Sonra 9-cu sual. Üstbucalı piramidanın yan tillərinin uzunluqları köşdəki qarşılıqlı perpendikulyardır. Həcmini tapın. Yan tilləri qarşılıqlı perpendikulyar olan piramidada həcm ABS bölünsün 6 düsturundan tapılır. ABS burada yan tillərdir. Yəni köşdə 2, köşdə 3, bir də 3 köşdə 6 bölünsün 6. Burada köşdə 2-ni köşdə 3-ə vurun, köşdə 6, köşdə 6-nı köşdə 6-ya vurun da 6 eləyir. Məxrəclə gedəcək, qalacaq cavab 3. Yəni Y variantı. 10-cu sualda diqqət edək 10-cu suala. Demək integral 1-dən 4-ə x sinus 4x-in kvadratı. Bunu üstə gəl yazsam sərhəddin yeri dəyişəcək. 1 4 olacaq. X kosinus 4x-in kvadratı. Dx. Burada dx var idi, bərabərdir. Sərhədlər eyni olduğuna görə bunları bir yerdə yaza bilərik. Və burada ayırıram. Kvadratı mötərizəyə tətbiq edirəm. X kvadratı sinus kvadrat 4x və burada da x kvadratı alındığına görə bunları mötərizə xaricinə çıxardıram. Sinus kvadrat 4x üstə gəl kosinus kvadratı 4x dx. Burada bu 1 eləyir, bu gedir. Qalır integral 1-dən 4-ə x kvadrat. X kvadratının da iptal funksiyası x kubu bölü 3. 1-dən 4-ə. Bu 4-ün kubu 64 bölü 3 çıxılsın 3-də 1. Bu da 3-də 63. Yəni 21 A variantı olacaq. On birinci sual. 11-ci sualda deyir tənliyinin kökləri çoxluğu 1, 2, 3 K'dır və M plus P bərabər 2 olarsa K'nı tapın.
Bilirik ki, kök tənliyi sıfıra çevirməlidir. Yəni, əgər köklər 1, 2, 3K-dırsa, x-in yerinə 1 yazanda nəticə 0 olmalıdır. 1 yazıram, nə verir bizə? 1 plus m plus n vurulsun 1 plus p plus q bərabərdir 0 alınır. Buradan m plus n-i -1, p plus q də demək m plus n bərabərdir -1 olarsa və yaxud p plus q -1 olar. Digər tərəfdən 2-ni yazanda da 2 yazılanda da 0 eləməlidir. 2 yazanda demək olacaq necə? 4 plus 2m plus n bir də 4 plus 2p plus q bərabərdir. O da yenə 0. 2m plus n bərabərdir -4. 2p plus q bərabərdir -4 və yaxud da ki. Bizə şərt verib ki, m plus p 2 olarsa. M plus P'nin 2 olmağını nəzərə alaq. Buradan birinci yazdığımla demək ikinci yazdığımı tərəf-tərəfə çıxsam 2m-dən m çıxaram m, n-dən n çıxaram gedər, bərabərdir -4-dən -1 çıxaram eləyər -3. Demək m -3 olduğu halda P burada gətirib yerinə yazıram P-ni tapmaq üçün. -3 üstə gəlsin P bərabərdir 2, P də olur 5. Demək m -3 P5 olan hal. İndi gətirib P-ni yazaq bunlardan birində Q-ni tapmaq üçün. P-ni yerinə 5 yazsaq buradan Q bərabər olacaq -6. P-ni yerinə 5 yazsaq burada P5 2-nin 10. Burada ödənməyəcək. Q olacaq -14. Bu bizə onu bildirir ki, yəni bunun P-nin Q-nun ödəməməsi bizə onu bildirir ki, birinci yazdığımız ki yerinə qoyduğu 1-lə 2. O deməkdir ki, yəni birincinin həllidir. Demək 1-lə 2 birinci mötərizədə olan tənliyin həllidir. Onda demək 3-lə K da ikinci tənliyin həllidir. P-ni heç, P-ni şərtə görə tapdıq 5. Onda 3-lə K-nın ikincinin həll olduğunu tapırıq. 3 qoyanda 3-ün kvadratı 9 plus 3p plus q bərabərdir 0. Və buradan P-nin yerinə 5 yazsam 9 plus 15 plus q bərabərdir 0. Q olacaq onda -24. Q -24 olacaqsa onda x kvadratı o ikinci tənliyi yazıram. Plus px, yəni p burada p-ni 5 tapmışdıq. 5x minus 24 bərabərdir 0. Onda buradan k-nı qoyuram yerinə k kvadratı. Bunun köklərini tapaq da elə. Kökləri bunu eləyəcək -8-dən müsbət 3. -8 3-ə vuranda -24 toplayanda bu. Biri 3 idi, biri də -8 olacaq. Yəni doğru cavab A variantı olacaq. Növbəti 12-ci suala baxırıq. 12-ci sualda A nöqtəsindən radiusu 4 cm olan çevrəyə AB toxunanı və şəkil verilir bizə. Şəkili qeyd edək. Burada radius toxunana perpendikülər olduğuna görə 30 dərəcə. Qarşısında radiusdursa onda hipotenuz 2 olacaq. Burada kökdə 3 olacaq. Çünki burada 60 dərəcə olur. Bizdən AC parçasının uzunluğunu istəyir. AC haradır? Bütöv. Demək, bizə çevrənin radiusunu 4 verib. 4 veribsə, bura 2 idi. 8-dir. Burada 4 olacaq. 8 + 4 12 olacaq. Yəni Y variantı. 13-cü sual ifadəsini sadələşdirin. 13-cü suala diqqət edin. Burada ən sonuncuda mötərizəyə fikir verin, çöldən qoyulub. Çöldən qoyulubsa, o deməkdir ki, yəni içəridəki müsbət ədəddir. Yəni 1 - 2A > 0.
A kiçik bərabərdir 2-də 1 alınır buradan. A-nın qiyməti 2-də 1-dən kiçikdirsə, onda bilirik ki, cüt dərəcədən modul çıxır. Yəni modulda A-1 üstə gəlsin. Bu tək dərəcə ilə işim yoxdur. Tək dərəcədən özü çıxır. Axırıncı mötərizə çöldəndir. Onsuz da müsbətdir. Modulsuz çıxacaq. Bir dənə burada A-1 nəzərə alacaq. 2-də 1 A 2-də 1-dən kiçik olduğuna görə 1-dən də kiçik olacaq. Burada 1 minus A çıxacaq. Plus 3A minus 4 plus 1 minus 2A. Bu da bərabərdir. Mənfi A müsbət 3A müsbət 2 eləyəcək. Bunlar gedəcək. 1 çıx 4 mənfi 3 isə gəlib mənfi 2 C variantı olacaq. 14-cü sual deyir. Ədədinin sadə vurğuları. Deyir ki, A bərabərdir 4 üstü 2-nin. Burası 9 üstü M ədədinin sadə vurğularının sayı 12 olarsa. M-in ala biləcəyi qiymətlərinin cəmini tapın. Sadə vurğuların sayını tapmaq üçün birinci sadə vurğuları ayırmalıyıq. 2 üstü 2-də də bu 4N olacaq. Bu da 3 üstü 2M olacaq. Sadə vurğuların sayı qüvvətlərin cəmidir. 4-ün üstə gəl 2M'dir. Bu 12 verib. M-in ala biləcəyi qiymətlərin cəmini tapın. Burada məlum məsələdir saydır deyə. Yəni M-in natural ədədlərdir. Şərtdə də verir belə. M-in ala biləcəyi qiymətlərin cəmini tapın. Burada 2-yə bölürəm hamısını. 2N üstə gəlsin. M bərabərdir 6. M bərabərdir 6 çıxılsın 2N. N burada 1 ola bilər. N 1 olanda M olacaq 6 çıx 2 4. M 2 olar. 2 4 6 çıx 4 2. N 3 olanda 0 eləyir. N 3 olanda 0 eləyir. Burada 0 deyil. 4 üstə gəl ki 6 D variantı olacaq. Növbəti sual cos 6 mənfi köşkdə üst bölü 2. Burada mənfi olduğuna görə pi-dən çıxılacaq. Pi minus pi bölünsün 6 30 dərəcədə alır. 6-da 5 pi üstə gəl 2 pi D variantı olacaq 15. On 16 sualda bizə deyir funksiyasının mənfi 3 mənfi parçasının ən kiçik qiymət tapın. Birinci bunun törəməsini tapaq. F'(x) bərabərdir mənfi 2-də 1 x kvadratı minus x. Bu eləyir. Törəməsini 0-a bərabər edirəm. Mənfiyə vururam. Mənfi 2-yə vururam. X kvadratı plus 2x bərabər 0. X bərabər 0-dan x bərabər mənfi 2 alınır. Bu nöqtələr bunun ekstrem nöqtələrdir. 0 mənfi 3 mənfi 1 parçasına daxil deyil, amma mənfi 2 daxildir. Ona görə mənfi 2-ni biz yoxlayacağıq. Demək f mənfi 2-ni tapacağıq. F mənfi 3-ü tapacağıq. Bir də f mənfi 1-i. Demək parçada ən kiçik ən böyük qiyməti araşdıranda birinci ekstrem nöqtə tapılır və parçanın ucu nöqtələri və ekstrem ora daxil olan ekstrem nöqtələrin qiymətləri tapılır. Burada ən kiçik olan ən kiçik olur. Mənfi 2-ni yerinə qoyuram. Mənfi 2 birinci mənfi 2-ni yoxlayaq. Mənfi 2-ni yerinə yazanda mənfi 2-nin kubu mənfi 8, müsbət 6-da 8, mənfi 2-ni yerinə yazanda 4, çıxılsın 2, üstə gəlsin. Bunu da elə 3-də 35 yazıram. Qalsın belə. Mənfi 3 yazıram. Mənfi 3-ün kubu mənfi 27, 6-da 27, çıxılsın 3 yazanda, mənfi 3 yazanda 2-də 9, bir də 3-də 35, budur. Bir də mənfi 1 yazıram. Bu müsbət 6-da 1, çıxılsın 2-də 1, 3-də 35. Burada hər bir qiymətdə 3-də 35 yerində olduğuna görə, yəni bunları araşdıranda bunları toplamasaq da tapa bilirik də biz bunu. Bunlar hansı daha kiçik eləsə odur. Daha doğrusu axırda hesablayacaq. Düzdür, kiçikliyi müəyyən eləmək üçün tapırıq, amma üstə 35-i sonda nəticənin üzərinə əlavə edirik. Bu verəcək bizə 6-da 6, 2, 12, mənfi 6-da 4, mənfi 6-da 4. Bu 6-da 27, bu da 6-da 27 deyir, bu 0 eləyir, bu heç, bu müsbət elədi, bu ikincisi çıxdı aradan. 6-da 1, 6-da 3, bu da mənfi 6-da, mənfi 3-də 1 eləyir, bu mənfi 3-də 1 elədi, bu elədi. Mənfi 6-da 4. Bu da mənfi 3-də 2 eləyir. Demək, ən balaca birincisidir. Mənfi 3-də 2-nin üstünə 3-də 35 gələcək. Bu da müsbət 3-də 33, yəni 11 eləyəcək cavab Y variantı. Sonra 17-ci sual. 17. Fx bu gx funksiyaları üçün limit x sonsuzluğa yaxınlaşır. Fx çıxı gx bərabər 6 olarsa k və b parametrlərinin qiymətlərinin cəmini tapın.
Demək fx kx plus b-dir. Jx-daki bölmənin paylanma xassəsini tətbiq eləsək, x minus 9 bölü x-dir. Bunların fərqi bizə verəcək kx plus b minus x plus 9 bölünsün x. Limit sonsuzluğa yaxınlaşırsa bu 0 eləyəcək. Nəticə 6 olubsa demək bu da 0 olmalıdır. Və bu da 6 olmalıdır. Çünki burada kx qalan vaxtı k fərqli x olsa limit sonsuzluğa yaxınlaşanda bu heç vaxt sabit ədəd eləməz. Demək k x minus x deyil. K minus 1 sıfıra bərabər olmalıdır. K 1 olmalıdır ki x'lar yox olsun. Bir də b 6 olacaq. Demək k 1 b 6. Cəmin istəyir 7 olacaq. Sonra 18-ci suala baxırıq. 18-ci sualda elə bizdən soruşulanı ortaq məxrəcə gətirsək, m-in də m plus n alınır. Bu da 4-də 16, 4 eləyir cavab B variantı. Sonra 19-cu sualda ədədinin 40%-dir. Deyir A ədədi B-nin 40%-dir. Yəni 3m minus 5 bölünsün n-i bərabərdir. 5m plus 10 bölünsün n-in 40%. Yəni 5-də 2 hissəsini. Bunu həll eləməyə çalışaq. Bunu da hər iki tərəfi 5-ə vursaq. İki tərəfi 5-ə vuranda 15n minus 25 bölünsün n bərabərdir. 2-ni də buna vursaq. Burada ixtisar gedirmiş əslində. Burada əslində ixtisar gedir. Biz 5-ə vurmasaq da ixtisar gedir. Demək, ikinci mötərizəni açanda 3m minus 5 bölü m bərabərdir. 5-də 2-ni vuranda bu edir 2m üstə gəlsin 4 bölün. Belə bir şey alınır. Düz oldu da 2m üstə gəlsin 5 ilə 10 getdi. 2 vur 2 4 bölünsün n. Burada 3m-dən 2-ni çıxıram edirim. Bərabərdir. 4 bölün üstə gəlsin 5 bölün. Bu da 9 bölün. Çarpaz vuranda m olur 9. Yəni A variantı. 20-ci sual verilmiş figurda AB 6'dır. Demək AB C. Verilmiş figurda AB 16'dır daha doğrusu. B'ye 7'dir. Y hardadır? Ha. B'ye 7'dir. CD 9'dur. CD AB'ye paraleldir. Demək CD ilə AB paraleldir. Bununla bu paraleldir. CD AB'ye paraleldir. Demək bizdən demək CD-ni 9 vermişdi. Bunlar paraleldirsə, demək burada hansı bucaqların bərabərliyi var? Demək 7 də AC-yə paraleldir. 7 də bu da bundan paraleldir. Onda daxili çarpaz bucaqlar bərabərdir bunlar. Sonra bu paralellik varsa bundan da bu bərabərdir. Bundan da bu bərabərdir. Onda avtomatik bunların üçüncü bucaqları da bir-birinə bərabər. Demək buradakı balaca üst bucaq böyüklə oxşardır. Bizdən C-ni istəyir. Buranı istəyir. Onda balaca üst bucaqda 2 xəttin qarşısında, yəni x-in, böyük üst bucaqda 2 xəttin qarşısında x plus 7-yə nisbəti bərabərdir. Balaca üst bucaqda 1 xəttin, yəni 9-un, böyük üst bucaqda 1 xəttin 16-yə nisbətinə bərabər olacaq. Çarpaz vuraq bunu. 16x bərabərdir 9x üstə gəlsin 63. 7x bərabərdir 63. X olacaq 9. Bizdən də elə bunu istəyir 9. Sonra 21-ci sual. Demək ABC üst bucağını verib 21-də. ABC. C 90 dərəcədir. AD DB-yə bərabərdir, o da 10'dur. Bunlar 10'dur. AY 12'dir. AY 12'dir. YC 4'dür. D'yi tapın. X. Burada da görək bizə C 90 verib.
Burada nə edirik? Bizdən dn istəyir, x istəyir. Biz bu bucağın kosinus teoreminə görə tapırıq. Yəni bitişik katetin düz bucaqlı üst bucaqda böyüksə 16-nın hipotenuza nisbəti 20-yə nisbəti həm bucağın kosinusu. 16 bölünsün 20 bərabərdir kosinus alfa. Buradan kosinus alfanın 5-də 4 olduğunu alıram. Bir dənə də bu balaca üçün kosinus teoremi tətbiq edirəm. X kvadrat bərabərdir 12-nin kvadratı üstə gəl 10-un kvadratı çıx 2 vurulsun 12 vurulsun 10 kosinus alfa. Kosinus alfa da 5-də 4'dür. Yəni 10-da 8. Bundan bu gecə 2 vur 2 4 4 4'ün 16 vur 12 bu eləyir. Demək x kvadrat bərabərdir 144 üstə gəlsin 100. Bir də 16 vurulsun 12. 16'nın 10'a 160 o da 192. Onda x kvadrat bərabərdir 244 çıxılsın 192. Bu da 2 52. X kvadrat 52 isə onda 2 köşkdə 13 cavab olacaq A variantı. 22-ci suala baxırıq. 22-ci sualda bərabər tərəf tutan sahəsinin düsturu A kvadrat köşkdə üst bölünsün 4'dür. Köşkdə üst bölünsün 2 ilə yazsaq A kvadratı 2 olacaq. A olacaq köşkdə 2. Tərəf soruşur köşkdə 2 yəni D variantı olacaq. 23-cü sualda demək emin hansı qiymətində bərabərliyi eynilikdir. Bizə nə verib? Bizə verib kosinus üstü 4 alfa üstə gəlsin. Sinus kvadratı pi plus 2 alfa. Pi'nin üstünə bucaq gələndə 3-cü rübə düşür. Kvadrat olduğuna görə, yəni mənfi müsbət söhbət yoxdur burada. Adda dəyişmir. 4'də 1 sinus kvadratı alfa 2 alfa bərabərdir kosinus üstü m minus 1 alfa. Demək kosisə gətirəcək. Dərəcəni azaldır. Burada 4'də 1'i itirmək üçün nə edək? Deyir ki, emin hansı qiymətində 4'də 1 sinus kvadratı. Kosinus üstü 4 alfa üstə gəlsin. Alfaya gətirməliyik daha doğrusu. Alfaya. 4'də 1 vurulsun. Sinus kvadratı 2 alfanı yazıram. 4 sinus kvadratı alfa kosinus kvadratı alfa. Çünki sinus 2 alfa 2 sinus alfa kosinus alfa bu kvadratdır. Buradan 4'lər gedəcək. Buradan kosinus kvadratı mötərizə xaricində çıxarırım. Qalır kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa. Bu da 1 edir. Demək bunun cavabı elədir. Kosinus kvadratı alfa. Bu bərabər olmalıdır kosinus üstü m minus 1 alfa. Demək m minus 1 2 imiş. Onda m olurmuş 3. M3 olacaq. 24. 24'də fx azalan funksiyadır. f15 7 olarsa f20'nin ala biləcəyi ən böyük tam. Fx azalan funksiyası f15 7 isə f20'nin ala biləcəyi ən böyük tam qiyməti. Demək ən böyük tam qiymət f20 kiçikdir də f15'dən. Yəni azalansa budur. Yəni 7'dən kiçikdir 6 olar da. Deyir fx azalan funksiyadır və f15 7'dir. f15 7'dirsə, azalandırsa x'in qiyməti artdıqca funksiyanın qiyməti azalır. İndi burada tam qiymətdən söhbət gedir. f20'nin ala biləcəyi ən böyük tam qiymət 6 olacaq. Çünki orada f19 var aralarında, f18 var. Bunlar da məsələn 6 tam neçələr ola bilər bunlar. Yəni söhbət tam qiymətdən gedir, ona görə 6 olacaq. 25-ci suala baxırıq. Demək, müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 30 dərəcə və 45 dərəcə əmələ gətirən 2 mail çəkilmişdir. Bu maillərin oturacaqları arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət. Oturacaqlar arasındakı məsafənin ən kiçik qiymətindən danışırsa, demək, bunlar eyni düz xətt üzərindədir və eyni istiqamətdə gediblər. 45 dərəcə, 30 dərəcə. Budur. Bir dənə də perpendikular indirirəm. Ən kiçik məsafə bura 8 köşkü 3 minus 1'dir. 8'dir. Yəni 8'i çıxarsam minus 1'dir. Onda buranı bir x götürürəm. Burada x olur. Bura olur x köşkü 2. Bura olur 2x. 30 dərəcə qarşısında katet x olduğuna görə. Böyük mailin uzunluğunu soruşur. Bizdən 2x istəyir. Onda bura x köşkü 3 olacaq. Yəni x köşkü 3 çıxılsın x. Bunu çıxanda bunu verməli. 8 köşkü 3 minus 1.
X-i çıxardıram. Kökdə 3 minus 1. 8 kökdə 3 minus 1. Kökdə 3 minus 1'ə gidecek. Demək X olacaq 8. Çevirənin tənliyi verilib. Deyir, dairənin sayısını tap. Kvadratlar düzəldirik. Burada x kvadratı hazırda. Y minus 1/5'in kvadratı yazıram. Buna özümdən 2/125 əlavə elədim də. Onda bərabərdir 2/125'e. Onda radius olacaq 1/5. Radius 1/5 olsa dairənin sayısı s pi kvadratı. 3 vurulsun 1/5'in kvadratı. Yəni 2/125. O da 6/175. Sonra 27-ci suala baxaq. Sonuncu sual. Bunları da növbəti videoda izah edərik. 27-ci sual demək funksiyası üçün uyğunluğu müəyyən edin deyir. Artan azalanlığı soruşur. Demək y bərabərdir. Bu 3'sü mənfi x 3'də 1 üstü x deməkdir. 3'də 1 x üstə gəl 3. 3'də 1 üstü x olduğuna görə bu azalan funksiyadır. Birincisi azalandır. Üslü funksiyanın təşkilindən, cütlüyündən danışmaq olmur. Ona görə azalan deyə bilirik. 1'ə b. Görək, ən kiçik qiymət 2'dir. Xeyr, ən kiçik qiymətdə, yəni tam qiyməti daha doğrusu burada 4'dür. 3'də 1 üstü x'in ən kiçik tam qiyməti 1'dir. 4 edir. İkincini yazsaq, 3 üstü x minus 3 bu artan funksiyadır. Çünki 3 üstü x artandır. 2'yə a-dır. 3 üstü x minus 3'ün ən kiçik tam qiyməti. Buradan ən kiçik qiymətdən danışmaq olmaz. Gəldik üçüncüyə. Y bərabərdir 3 üstü x plus 1/3 üstü x. Burada Cauchy bərabərliyinə görə deyə bilirik. Burada ən kiçik qiymət 2'dir. 3'də y deyə bilirik. Görək nə qaldı? Tək cüt funksiya qaldı da burada. Tək funksiya, cüt funksiya. 3 üstü x üstə gəlsin 1/3 üstü x'ə baxaq. Bunun təşkilini cütlüyünü açacaq. X'in yerinə mənfi x qoyanda 3 üstü mənfi x üstə gəlsin 1/3 üstü mənfi x. Bu olur 1/3 üstü x. Bu da olur 3 üstü x. Yəni mənfi itir. Demək 3 üstü x üstə gəlsin 1/3 üstü x'ə cüt funksiya deyə bilirik. Demək 3'ə d da uyğun gələcək. Digərlərində deyə bilmirik. O 3 üstü x minus 3 üstü mənfi x plus 3'ə deyə bilmirik. Demək oldu nə? 1b 2a 3 7. Belə dəyərli izləyicilər, sağ olun. Növbəti videoda görüşərik.